2 gün qabaq da direktor təyin olunubdu. Amma buna baxmayaraq bugün 11-ci sinif şagirdlərindən bir nəfər də olsun məktəbdə iştirak etmir. Bərdə rayonunun Ləmbəran kənd tam orta məktəbinin fizika müəllimi Qasım Hümbətovun sinif otağında çəkdiyi video müzakirələrə səbəb olub. Kanal 21 xəbər verir ki, müəllim 11-ci sinif şagirdlərinin dərsə gəlmədiyini bildirərək sinifin tamamilə boş olduğuna diqqət çəkib. Qasım Hümbətov paylaşımında qeyd edib ki, dərs saatı olmasına baxmayaraq şagirdlərin dərsə davamiyyəti sıfırdır və onların qayıbları da jurnalda qeyd edilib. O eyni zamanda məktəbdə direktorun yeni təyin olunduğunu da əlavə edib. Ləmbəran kənd tam orta məktəbinin fizika müəllimiyəm Qasım Hümbətov. Bax, 6-cı saatdır oturmuşam Ləmbəran kənd tam orta məktəbində. Uşaq yox, heç kim yox. 2 gün qabaq da direktor təyin olunubdu. Amma buna baxmayaraq bugün 11-ci sinif şagirdlərindən bir nəfər də olsun məktəbdə iştirak etmir. Baxın, bax, qayıblarında yazmışam hər birini. Bax, bugünkü təhsili bax belə bir direktorların əlinə veriblər. Bax, bir də bizim günümüz. Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, məsələ nəzarətə götürülüb. Stat: Qarabağ Regional Təhsil İdarəsi tərəfindən aparılan ilkin araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən gün 11-ci sinif şagirdləri 6-cı saatda fizika fən müəllimi Hümbətov Qasım Ramizoğlu'nun icazəsi ilə evə buraxılıblar. Bu səbəbdən həmin dərs saatlarında şagirdlərin iştirakı qeydə alınmayıb. Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən valideynlərlə söhbət aparılıb, aidiyyəti qurumlara müraciət edilib. Statın sonu. Eyni zamanda qeyd olunan video görüntüləri paylaşan müəllim barəsində təhsil verənlərin etik davranış qaydalarının pozulması ilə əlaqədar müvafiq tədbirlərin görüldüyü bildirilib.